Prezidentin Qırğızıstana səfəri ilə bağlı şef redaktorumuz İbrahim Kamiloğlu daha ətraflı danışacaq. Salam İbrahim, buyur, söz səndədir. Salam, hər vaxtın xeyir Arzu. Mən indiyə qədər olan proseslərə qısa nəzər salmaq istəyirəm. Qeyd edeyim ki, bugün Çolpanata şəhərində həm Qırğızıstan, həm Azərbaycan üçün önəmli olan tədbirlər, görüşlər keçirildi. Səhər tezdən Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi baş tutdu. Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi qarşıladı. Daha sonra dövlət başçılarının təkbətək görüşü keçirildi. Sonra isə Dövlətlərarası Şuranın iclası baş tutdu. Daha sonra prezidentlərin iştirakı ilə Qırğızıstan-Azərbaycan sənədləri mübadilə olundu və məlum oldu ki, Şuşa şəhəri ilə Çolpanata şəhəri qardaşlaşıblar, eləcə də Gəncə ilə Oş şəhəri də qardaşlaşmış şəhərlər oldular. Bundan sonra isə prezidentlərin özləri ən önəmli bir sənədi imzaladılar. İki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdıran, müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik haqqında müqaviləni imzaladılar. Sonra isə prezidentlərin təltif olunma mərasimi baş tutdu. Prezident İlham Əliyevə Sadır Japarov birinci dərəcəli Manas ordenini təqdim etdi. Prezident İlham Əliyev isə Sadır Japarova Heydər Əliyev ordenini təqdim elədi. Bundan sonra dövlət başçıları mətbuata bəyanatla çıxış elədilər, önəmli məsələlərə toxundular. İki ölkə arasındakı münasibətlərə, müttəfiqliyə gələnə qədər keçilən yola və bugünkü iqtisadi məsələlərə toxundular. Mən onunla bağlı daha geniş danışıb vaxt almaq istəmirəm, çünki siz də məndən əvvəl məlumat verdiniz. Ondan sonra isə bugün ən önəmli görüşlərdən biri burada, Konqres mərkəzində baş tutdu. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşü baş tutdu. Bura Azərbaycan bu məşvərət görüşünə, daha doğrusu bu platformaya 2025-ci ildə qəbul olunub, ötən il qəbul olunub və bununla da C5 adlandırılan platforma C6 səviyyəsinə keçib, C6 adlandırılır hazırda. Burada da bəyannamə imzalandı, Çolpanata bəyannaməsi və bəyannamənin qəbulu ilə bildirdilər ki, Azərbaycan Mərkəzi Asiya üçün çox önəmli bir tərəfdaşdır, həm də çox etibarlı bir tərəfdaşdır. Həm müəyyən nəqliyyat dəhlizlərinin üzərindədir, həm də digər ölkələrə göstərdiyi münasibətlərlə görünür ki, çox etibarlı tərəfdaşdır və lazım olarsa ölkələr bir-birinə çox lazım olan dəstəyi göstərərlər layihəyə. Birlikdə icra edərlər. Burada həm enerji, yaşıl enerji, eləcə də Xəzər dənizinin hövzəsində müəyyən tədbirlərin keçirilməsi və digərləri daxildir. Hələlik məndən çatdıracaqlarım bu qədər. İstədim qısa nəzər salım. Növbəti saatlarda da hər hansı bir yenilik olarsa da sizlərə çatdırmağa çalışacağam. Buyurun, söz sizdədir. Təşəkkür edirik İbrahim ətraflı məlumat üçün. Davam edirik, hörmətli tamaşaçılar.